Ata sənin qarşıma gəlirəm. Sənin huzurundayam ya Rəbb. Dayanmadan sənə təşviq edib ata, həmdlərlə doldurmaq, şükranlarla, minnətdarlıqlarla doldurmaq istəyirəm ya Rəbb. Dua edirəm. Bir xidmətçi kimi sənin qarşında dayanıram. Necə ki, Nehemiya sənin qarşında dayanmışdı və onları yönləndirirdi ata. Sənin qarşında dayanıb səndən istəyirəm, səndən diləyirəm. Uzat əllərini hər bir bacı qardaşımın üzərinə. Böyük bir sevinç gözü ver ya Rəbb. Elə bir sevinç ruhu axsın ki onların içlərinə. Daxillərində sənin ruhun onları tamamilə doldursun deyə dua edirəm. Ya Rəbb, sən hər bir qüdrətə maliksən. Sən güc qapısısın ya Rəbb. Qoy ata, ya Rəbb, bədbinliyin yerini, məyusluğun yerini, rədd edilmişliyin yerini, yetimliyin yerini, ya Rəbb, sənin gücün doldursun. Sənin gücün qədərsizdir ya Rəbb. Toxun onlara ya Rəbb. Toxun hansı ki öz həyatından narahatdır ya Rəbb. Yaşadığı həyatı bəyənmir. Özünü rədd edilmiş kimi görür. Ata, sənin qarşına o bacı qardaşlarımı, o övladlarını gətirirəm. Və dua edirəm ya Rəbb. Onlara yardım et. Onlara kömək et. Çünki sənin köməyinə onların böyük bir ehtiyacı var. Uzat uzun əllərini ata. Yıxılmışları qaldır ya Rəbb. Yerimək üçün. Ya Rəbb, irəli getmək üçün. Sevinç ruhuyla dolmaq üçün sən onları qaldır ya Rəbb. Sən qadirsən. Sən hər şeyə qadirsən ya Rəbb. İnkişaf etdir onları ya Rəbb. Necə ki sən kəlamında deyirsən ki, mənim enimin, uzunluğumun dərinliyini. Həqiqətən də ata, qoy hər bir kəs. Bu en nədir? Bu uzun nədir? Qoy onu anlamağa, onu dərk etməyə doğru gedə bilsin. Ya Rəbb, bir şagird əgər sinifdə oturursa, o öyrənməsə, o müəllimdən almasa, o böyüyə bilməz ya Rəbb. Ya Rəbb, dua edib sən qarşıma gətirirəm. O inkişaf edə bilməyən, ruhsuz yaşayan hər bir bacı qardaşlarımı sənin qarşıma gətirirəm. İman edib hələ imanın nə olduğunu anlaya bilməyən bacı qardaşlarımı sənin huzurun altına gətirirəm. Hər biri üçün birər-birər dua edirəm. Hər birini ata ruhda görürəm ya Rəbb. Onları dua edib sənin qarşıma gətirirəm. Sən də görürsən ya Rəbb. Hər birinə sən toxun. Əlinin sıxalı qoy onları qaldırsın. Necə ki xəstələrə yaxınlaşırdın ya Rəbb. Necə ki yıxılmışlara yaxınlaşırdın ya Rəbb İsa Məsih. Onların gözləri sənə baxanda, onlar ata, dizləri güc alırdı ya Rəbb. Və dizləri ata qalxırdı səni görərkən ya Rəbb. Qoy bu gün ata, bütün o insanlar ki ata inkişaf edə bilmir. Hələ də oyanışın nə olduğunu anlamır. Hələ də məndə qal demək sözünün mənasını kəsb edə bilmir ya Rəbb. Dua edirəm, sənin qarşıma gətirəm. Müqəddəs ruhu əli uzat. Hər birini qaldır. İnkişaf gücü olsun ya Rəbb. Qoy onlar oyansın. Qoy onlar sənin yaralarında şəfanın nə olduğunu anlaya bilsin. Qoy onlar göylərin qapılarının, pəncərələrinin onların üzərlərinə necə açıldığına tam əminliklə inana bilsin. Sən hər bir qüdrətə maliksən. Qoy gözləri ata, arxada qalmasın. Birilərinə baxaraq yenə də yıxılmasınlar. Ya Rəbb, o birilərini qaldırsınlar. Qoy onlarda sürətli ata, böyük bir inkişaf olsun ya Rəbb. Sənin qidan, sənin nemətlərin onları doydursun. Ya Rəbb, aclıqdan azad olsunlar. İsa Məsihin ismiyle ata. Ata, dua edirəm, sən qarşıma gətirəm. Hər bir inkişafsız qalan ata, övladlarını sənin qarşıma gətirəm ya Rəbb. Əgər onlar inkişafsız qalarlarsa ya Rəbb, məhv olub gedəcəklər ya Rəbb. Necə ki bətnində bir övlad inkişaf edə bilmirsə o çürüyüb gedir ya Rəbb. Ya da xəstə olaraq doğulur ya Rəbb. Yalvarıb səndən istəyirəm, yalvarıb səndən diləyirəm. Uzat uzun əllərini. İnkişafdan qalmış hər bir övladlarını inkişaf etdir ya Rəbb.
Sənin ata o gözəl ritmlərin onların üzərlərində onları oyatsın. Oyatsın ya Rəbb, oyanış alsınlar. İmanlı həyatı nə deməkdir? Məsih kimdir? Onun eni nədir? Onun uzunu nədir? Qoy hər bir kəs bunu anlayışla qəbul edə bilsin. Dərk edə bilsin ya Rəbb. Qoy artıq qayğı yüklərindən azad olsunlar. Necə ki sən deyirsən ki, çarmıxını götür mənim arxamca gəl. Həqiqət budur ya Rəbb. Qoy onlar həqiqətən də ata, dünyadan üz döndərə bilsinlər ya Rəbb. Sən onlar üçün canını, qanını fəda etdin. Hər bir kəsin inkişafını istədin. Oyanışını istədin. Qoy səninlə yol getmək üçün. Onların həqiqəti olsun. Həyatları olsun. İsa Məsihin ismi ilə. Ata, dua edirəm, sən qarşıma gətirirəm. Sənin əllərinə verirəm güc, qüdrət sahibi olan ata. Sənin gücün onların ehtiyacı var. Ya Rəbb. Ya Rəbb iman edib. Yarımçıq qalan hər bir övladın. Yolda yarıkən qalıblar ya Rəbb. Yerməklərə gücləri yoxdur ya Rəbb. Qaçışa gücləri yoxdur ata. Finişə çatmaq üçün heç bir gücləri yoxdur ya Rəbb. Qələbə qazanmaq üçün heç bir gücləri yoxdur ya Rəbb. Yalvarıb səndən istəyirəm. Yalvarıb səndən diləyirəm ya Rəbb. Əli uzat. Onlara ata. Enini uzununu dərk etmək gücünü ver ya Rəbb. Qoy onlar dərk etsin səni ya Rəbb. Sən kimsən? Onların həyatında nələr etmisən və nələr edirsən? Onları nə vədlər vermisən? Onlar nəyə nail olacaq? Qoy onlar oyansın ya Rəbb. Qoy onlar bu şeyləri dünyadan axtarmasın. Qoy onlar vəddi vermiş atadan bərk-bərk yapışa bilsinlər. Onun yollarında, onun buyruqlarında yaşasınlar. Qoy həqiqətən də onlar ata, harda olmaqlarına baxmayaraq, sən yaxınlaşdın və onlar qayıqlarını atdılar, torlarını buraxdılar və sənin arxanca gəldilər. Qoy həqiqəti anlasınlar və əllərində olana baxıb, onu buraxmağa məcburiyyətdə qalsınlar ya Rəbb. Ata, dua edirəm, sən qarşıma gətirirəm. Sənin əllərinə verirəm ya Rəbb. Qoy həqiqət atılsın onlar üçün. Ya Rəbb, qoy onlar bellərinə həqiqət kəmərini bağlayıb sənin qarşında gedə bilən övladlar olsunlar. Ya Rəbb, qoy onlara artıq sənin yağışın tökülsün ya Rəbb. Yağış yağsın, quraqlıqlar yox olsun. Məhsul artıq yetişməyə başlasın ya Rəbb. Toxumlar əkilsin ya Rəbb. Biçim başlasın ya Rəbb. İsa'nın ismi ilə işçilər çoxalsın deyə sənə dua edirəm. Ya Rəbb, qüdrət sahibisən sən. Yaraları sarayan Rəbbsən. Ya Rəbb, yeriyə bilməyən ayaqlara sən ata güc verən Rəbbsən. Sən hər bir şeyi bizim üçün gördün. Və bütün buyruqlarını bizim üzərimizə qoydun. Və dedin, gəlin. Bu buyruqlarda yaşayın. Həqiqəti anlayın. Dünyanın o məhfində boğulmayın. O boyunduruğu sən bizim üzərimizdən götürdün, ya Rəbb. Sənə şükürlər olsun. Sənə izzət olsun. Qoy bu anlayış gəlsin hər bir kəsin üzərinə. O anlayış ata. Qoy onlar ata. Anlayışa tabi ola bilsinlər. Açılan o anlayışı qucaqlayıb onda yaşamağa davam etsinlər deyə dua edirəm. İsa Məsihin ismi ilə. Ata, sənə minnətdaram. Qoy hər bir kəsin ağzından minnətdarlıq tökülsün ya Rəbb. Ya Rəbb. Nə vəziyyət olursa o vəziyyətdə sənə üz tutub minnətdarlıq edə bilsinlər. Ya Rəbb. Qoy həqiqət açılsın ki onlar əsl müayinənin, müalicənin səndən gəldiyinə əminliklə inana bilsinlər. Sağala bilsinlər ya Rəbb. Axan qanları tamamilə kəsilə bilsin ya Rəbb. Çirkli, irilli yaraları təmizlənə bilsin, təqdis oluna bilsinlər ya Rəbb. İsa Məsihin ismi ilə ata, dua edirəm.
Qoy dünyada durduqları o növbələrdən azad olsunlar. O xəstəxana köşələri onlar üçün deyil. Qoy onlar bu anlayışı qəbul edə bilsin. Sən dedin, çarmıxını götürün, mənim arxamca gəlin. Həqiqət tam açıqlamayla onları oyada bilsin. İsa Məsihin ismi ilə. Halleluya ya Rəbb. Ata, oğul, müqəddəs ruh naminə. Amin.